Günəşin nağılı. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri, adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyə qərar aldılar. Dedilər ki, qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx meşənin, uca dağın, axırıncı dənizin arxasındaydı. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Günəşin yanına getmək üçün tovuz quşunu seçdilər. Dedilər ki, o çox gözəldir, Günəş onun sözündən çıxmaz. Tovuz quşu yola düşdü. Meşəni keçdi, dağdan aşdı, dənizin üzərindən uçub Günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan soruşdu. Kimsən, nə istəyirsən? Mən tovuz quşuyam, səni oyatmağa gəlmişəm. Tez çıx, işlər çətinə düşüb. Kimin işidir çətinə düşən? Lap elə mənim. Qaranlıqda qarğadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür. Günəş hirsləndi. Deməli mən sənin quyruğuna lazımam. Rədd ol burdan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm. Tovuz quşu əli boş qayıtdı. Sonra Günəşin yanına bülbülü göndərdilər. Hamı düşünürdü ki, onun qəşəng səsi var. Günəşi bir təhər razı salar. Doğrudan da Günəş bülbülün nəğməsini eşidəndə həyəcanlandı. Köks ötürdü, yuxulu-yuxulu dedi. Səsin ürəyimi yerindən oynatdı. Nə arzun varsa söylə, sənin üçün hər şeyə hazıram. Xahiş edirəm, dünyanı işıqlandır. Qoy gecə qutarsın. Günəş maraqla soruşdu. Məgər sən gecələr mahnı oxuya bilmirsən? Əksinə, mən hər gecə oxuyuram. Bir-iki gündə səhər açılmasa səsim tutulacaq. Günəş onun sözündən pərt oldu. Deməli, mən yalnız ondan ötürü yerimdən qalxmalıyam ki, sən dincələsən, boğazın ağrımasın, hə? Bəs öz istirahətim necə olsun? Rədd ol burdan. Bülbül də kor peşman geri qayıtdı. Bu dəfə Günəşin yanına tutu quşunu göndərdilər. O dənizin arxasındakı evə çatar-çatmaz qışqırdı. Bəsdir tənbəllik elədin, oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hirsləndiyini görmürəm. Günəş cavab vermədi. Qorxdu ki, tutu quşu onun özünü də yamsılayar. Tutu quşu da yerə əli boş qayıtdı. Elə bu vaxt xoruz xahiş elədi ki, Günəşi oyatmağa onu göndərsinlər. Yer sakinləri arasında heç kəs ona inanmırdı. Deyirlər ki, xoruz gözəl deyil, səsi kobuddur. Amma ondan başqa getmək istəyən yox idi. Əlacsız qalıb razılaşdılar. Xoruz uça-uça dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxudaydı. Xoruz ona yaxınlaşıb dərindən nəfəs aldı. Öz nəğməsini oxumağa başladı. Günəş səksənib ayıldı. Az qala yıxılacaqdı. Yorğanın üstündən düşdü. Bütün dünya işıqlandı. Günəş gözlərini ovuşdura-ovuşdura qışqırdı. Bu kimdir? Mənim evimdə nə gəzirsən? Quqquluqu! Oyan, ay tənbəl! Öz vəzifəni bilmirsən? Günəş gərnəşdi. Nə vəzifə? Axı sənin vəzifən işıq saçmaq, yeri qızdırmaqdır. Sənsiz yer üzündə həyat olmaz. Hər yana zülmət çökər. Onda öz həyatın da mənasız keçər. Günəşin gözləri doldu. Mən onsuz da ömrüm boyu əbəs işləmişəm. Heç kəs qədrimi bilmir. Mənə qiymət vermir. Tovuz quşu ancaq quyruğuna xidmət eləyir. Bülbül öz nəğmələrinə qulaq asır. Tutu quşu da ağılsızın biridir. Xoruz onunla razılaşmadı, dedi. Ey tənbəl Günəş, sən adamları unutmusan, axı onlar sənsiz yaşaya bilməz. Günəş təəccübləndi. Adamlar nəyimə gərəkdir? Güya onlar olmasa işığım, hərarətim azalacaq? Bəs necə? Adamlar olmasa rəngin solar. Səhər çağı sənin şüaların, şehli otların, sümbüllərin, çəmənlərin üzərinə düşüb bərq vurur, çoxalır. Bəs torpağı əkib becərən, yaşıllaşdıran kimlərdir? Günəş dedi. Əlbəttə adamlar. De görək, su götürmək üçün yerdəki quyuları kim qazıb? Adamlar qazıb. Bundan nə olsun ki? Sən məşhur bir məsələ unutmusan. Qulaq as, gör onda nə deyilir. Ayın əksi göllərə düşür, ulduzlar sayrışır. Hər quyuda günəşin şəkli görünür. Günəş onun sözləri ilə razılaşdı. Xoruz dedi. Qadınlar bulaq başında toplaşanda sən onların küzəsində əks eləyirsən. Yaxşı deyiblər, göydə bir günəş var, yaxşı ev sahibinin isə küzəsi bir günəşdir. Günəş onunla razılaşdı. Nə deyim, bəlkə də sən haqlısan, ancaq yerimdən qalxmağa həvəsim gəlmir. Onda rəngin solacaq. Solub gedəcəksən, lap kötan kimi. Yadındadır, kəndlinin kötanı da işsiz qaldığından tamam pas atmışdım. Elədir, sən haqlısan. İndi gördün, adamlar olmasa dünyaya zülmət çökər. Sənsə insan əli ilə düzəldilən hər şeydə bərq vuran minlərlə günəşi görə bilməzsən. Günəş fikrə getdi. Ay xoruz, nəğmələrin çox şirindir. Ancaq başa düş ki, mən özüm üçün yaşamaq, dincəlmək istəyirəm. Tənbəl Günəş, yalnız özü üçün yaşayan hər kəs başqaları üçün ölmüş kimidir. Yalnız yaxşı işləyənlər
yaxşı da dincəlir. Günəş yataqdan qalxdı, var qüvvəsi ilə yeri işıqlandırdı. O vaxtdan bəri xoruz hər səhər gün doğmamış yataqdan qalxıb öz nəğməsini oxuyur. O əvvəlcə özünü günəşə tutub deyir: "Quqquluqu, quqquluqu, oyan, işə başlamaq vaxtıdır." Sonra o torpağa müraciət edir: "Oyan, öz şirənlə toxumlara və köklərə qüvvət ver." Xoruz 3-cü mahnısını adamlar üçün oxuyur. Yerinizdən qalxın, oyanın, gün çıxıb, torpaq sizi gözləyir. Oyanın, oyanın.